Milli Qurtuluş gününə həsr olunmuş 29-cu Şahin hərbi idman oyununun final mərhələsi bu il Gənclər paytaxtı Goranboy rayonunda keçirilib. Tədbirdə Gənclər və İdman naziri Fərid Qayıbov, Goranboy rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Heydər Əliyev adına Hərbi İnstitutun rektoru general-mayor Ümidvar Quliyev və digər qurumların məsul şəxsləri iştirak ediblər. Yarışdan öncə Şəhidlər Xiyabanı ziyarət olunub. Daha sonra Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevin abidəsinə kimi hərbi orkestrin müşayiəti ilə dövlət bayrağı ilə yürüyüş təşkil edilib. Rəsmi açılışdan sonra ümumtəhsil müəssisələrinin 10 və 11-ci siniflərində təhsil alan şagirdlər arasında keçirilən Şahin hərbi idman oyununun finalında 14 komanda mübarizə aparıb. Ən yüksək xal toplayan Bakının Binəqədi rayonunun komandası 1-ci, Nizami rayonunun komandası 2-ci, İsmayıllı rayon komandası isə 3-cü yerə layiq görülüblər. Tədbir Milli Qurtuluş gününə həsr olunmuş konsert proqramı və atəşfəşanlıqla yekunlaşıb.